Fikir ver. Əlində qarmaq, əlində qarmaq. Suyun qırağında tutuldunsa 700 manat cərimə. Balıqla tutuldunsa 2700 manat cərimə. Hə, belə qayda olar. Hə, belə qayda olar. Vay. Ölkənin 88-90% büdcəsi neftdən formalaşır. Neftdən 2% vergi ilə, vergi verən var ki, hamısı böyük obyektlər özlərindən də vergi vermirlər. 2% vergi ilə 10% də cərimələrlə formalaşır büdcəmiz. Nə gözəl ölkə qurub. Elə bir ölkəmiz Mehribanın dal deşiyidir. Azərbaycan deyil, Mehribanın dal deşiyidir. Bəli, Azərbaycan deyil, Petuq Baycandır, Cırıq Baycandır, Valik Baycandır, Qəhbə Baycandır. Bayrağı dəyişin orada ulduzun ayın yerinə hakimiyyət deyir Heydərin, mən deyirəm Heydərin yox, ondan bayraq olmaz. Ondan bayraq olmaz, bayrağınıza da lənət olsun. Devlətinizə də lənət olsun. Torpağınıza da lənət olsun sizin Azərbaycanınıza ki, orada ancaq qeyrətli oğlanlar sındırılacaq, danına pulta ediləcək, ancaq qəhbələr, petular yaşayacaq o ölkədə. Elə ölkənin hər şeyinə tüpürüm, atributlarına da tüpürüm. Ölkədə demokratiya yoxdursa, o ölkə deyil, o cuntadır, cunta. Gedin o bayrağınızı da rədd edin, gerbinizi də rədd edin, konstitusiyanızı da rədd edin. Sizə ondan ölkə olmaz. Azərbaycan Yahudilərin dəstəklədiyi PKK terror devlətidir. Nətər ölkədə ölkənin içinə tüpürəsiniz onun hər şeyindən. Bayraq uğrunda ölümə gedib bir. Pox yemisən, ölümə getmirsən. Dədənlə pox yemisən, ananla pox yemisən. Ölümə gedib bir. Ölümə getdiyin o bayraq var ya, o bayraq. O bayraq uğruna. İndi ora ölümə getdiyin torpağa sən viza ilə gedirsən. Sən heç ora buraxmırlar portalsız, vizasız. Ölümə getdiyin o bayraq var ya, o ölkədə 90-cı ildə əhalinin sayı 8 min idi. İndi yalandan deyirlər 10 milyondur. 10 milyon 200 mindir. Yalandan deyirlər. Minlərlə kənd boşalıb, minlərlə məktəblər bağlandı. 10 milyonlarla Azərbaycanlı dünyaya didərgin düşübdür. Ölkədə ancaq petrolar, qəhbələr yaşayır. Xalqımıza soyqırım eləyən, xalqımızın namusuna təcavüz eləyən, xalqımıza soyqırım eləyən Xaçaturyanı belə bəslədi, bordadı, İlham Əliyev yola saldı. Nə ölkədən danışırsınız hə? Cındır yığını cındır. Bu ölkədə siz ana bacınızın qəhbəliyinə, ağzını almağa baxmaqdan başqa sənətiniz nədir? Biri sənətkarıymış, biri nə bilim buymuş, biri İlhamın qulduruymuş, adını oğru qoyan, biri oymuş, biri oymuş. Nə danışırsınız siz? Ölkənin bir dənə kanalizasiya müdürü, doktoru, qulduru, oğrusu, ciqanı, banditi, hakimi, polisi, prokuroru, ciftçisi, nə bilim subartizan işçisi, bir dənə İlham Əliyev. Tək adamlıq sistem. Mənim ölkəm var imiş. Mənim ölkəsi var imiş bunun. Orada ancaq petular cırıqlarla yaşayır, qeyrətli oğlanlar sürünür ya da həyatına qəsd eləyir. Ölkəsi var imiş bunun. Ha? İlham Əliyev erməni qanı daşımır? Ha? Mehriban erməni qanı daşımır? Ətrafı erməni, PKK idarəçiliyi deyil, 40'dan çox deputatın soyu kökü Yezdi Kürdü də öldü, Kürt də öldü. Gürc nazirlərimizin vilayətdən belə əksəriyyətinin anası, arvadı erməni deyil, Müdafiə nazirinin birinci arvadı erməni deyil, anası erməni deyil, Daxili İşlər nazirinin anası erməni deyil vilayətin. Murtuzun oğlu Fuad Ələsgərov, prezidentin köməkçiləri Azərbaycan dilini bilmir. Digər Gürc nazirlər, erməni deyil, erməni qanı daşımır. Mən yalan deyirəmsə, mənim var yoxumu erməni eləsin. Sən məni başa düşmürsənsə, sənin var yoxumu erməni eləsin. Oldu bax, gəlirlər. Putinlə dalaşdı. Paşinyan Putinlə dalaşdı. 100 min ordu hazırlanıb. 100 min. Paşinyan gedir, indi görək dəmir yumruğun axırı nə olacaq. Türkiyədə bu andan İlham Əliyevə vızqırt deyib. Sən cındırsan, sən bundansan deyib İlham Əliyevə. İndi bağa görə nə olacaq? Nə olacaq? Bağa görə nə olacaq? Dəyərli həmvətənlərim. Bağa görə İsrail bunu qurtaracaqmı? Dəyərli həmvətənlərim. Çox şey demək istədim burada. Beynimdən belə keçdi, demədim. Qalsın haçansa deyərəm. Hər nəysə. Ay qardaş, sizin vətəniniz adınız yoxdur. Sizin sadəcə zorlanmaq üçün, zorlanmanız üçün ailənizin, özünüzün, qızınızın, gələcək balalarınızın, nəsillərinizin zorlanma yeri var. Azərbaycan adında sizin vətəniniz yoxdur. Sizin sadəcə İsrail dəstəkli PKK idarəçiliyi, yəni İlham Əliyev başçılığı ilə PKK idarəçiliyi olan bir ölkədə sizin gələcək nəsillər daxil, balalarınız daxil, arvad uşağınız daxil zorlanma zonanız, zorlanma əraziniz var. Orada Azərbaycan deyirlər. Azərbaycan deyirlər. Adana. Mən Petuq Baycan deyirəm, çünki Petuqlar yaşayır orada. Qeyrətli olanlar yaşamır. Dəyərli həmvətənlər. Biri var, mən bəzən sözləri deyirəm ki, burada sabah nəsə olanda deməyəsiniz. Biri var, burada
Məsələn, həyətdə də deyə Azərbaycanda ya xaricdə məsələn kefindən kətə bişirirsən, kefindən göy-göyərti yeyirsən, bu lap yaxşı. Kefindən eləyirsən də bunu. Ləzzətli, ətdən də gözəldir, mən də bilirəm. Kefindən eləyirsən. Bir də var, çarəsizlikdən eləyirsən. Düzdür, bax göndərdi mənə. Burada bəlkə də məni izləyir, göndərdi pul. Amma göndərdiyi pul uşağın təhsil haqqına ödəməliyəm. Təhsil haqqı deyəndə balaca uşaqların ildə bir dəfə gəzintisi olur, ildə bir dəfə. 250 evro ora pul ödəməliyəm. 250 evro. Bəli. Xırda para deyiləsi bir şeylər var, ayaqqabısı, orası, burası, yaz gəlir. Bir-iki paltar almaq lazımdır. Elə çıxışlar, elə problemlər var ki, yenə də baxırsan, əvvəl-axır gəlib möhtac qalırsan cincilimə, cizicənə. Dünən yığa-yığa sual verirəm ki, kaşka yağışlar zadda biraz elə yağa ki, kaşka bu cizicən, cincilin biraz daha uzun yaşayadı, o qartımya da, qartımya. Azərbaycanda da belədir xalq, vallahi belədir. Vallahi belədir. Sadəcə, bu acıları yaxşı ki biz çəkirik. Əli Kərimin meydanı döyülər ki, o, ki onun meydanı döyülər qoyun qırağa.